eşitdiyimə görə dustaqlar olub. Və Bəli. hətta orada bir müəlliminiz də olub. İskəndər Həmidov vaxtında buraxılmışdı da. Ümumiyyətlə İskəndər Həmidovun dustaqlarla bağlı onları türmədən çıxardıb döyüşə göndərməsi, o barədə biraz danışmaq istərdim. Effekt verdimi? Və onlardan bir döyüş səhnəsi danışa bilərsinizmi? Danışa bilərəm. Belə deyək, onların içində həqiqətən çox qəribə adamlar var idi. Effekt demək olmaz ki, vermədi. Onlar olan tapşırıqları yerinə yetirdilər. Amma məsələ nədir? Onlar göndərilmişdi. Onları Zaur Zayev 3 yerə bölmüşdü. Ağdaban istiqamətinə, Narışdar istiqamətinə, bir də bilməm hansı. 3 istiqamətə qoymuşdular. Onların komandirləri də özlərindən təyin olmuşdu. Yəni o türemişiklərdən. Əvvəl. Bax, onların kombatı Məcid Əliyev. Avropa çempionu güləş üzrə. Güləş üzrə Avropa çempionu olub. Hələ Sovet vaxtı. Məcid Əliyev. Deməli, Sovet vaxtı bu adam. Bax, o onların tabur kombatı idi, tabur komandiri idi. Məcid Əliyev indi sağdır da o. Bilmirəm. Deyə bilmərəm, bax. Çünki mən tabiliyimdə çox adam olur. Sağdırsa, onu tanıyanlar varsa, əlaqə saxlasın bir də. Buyurun, İskəndər Həmidov. Orada rəhmətə getməyib. Yəni, İskəndər Həmidov da bunları məsələn buraxmışdı bu şərtlə ki, gedirsiniz 3 aylıq. Bəli. O vaxtda, bilməm, yadınızdadırsa, Şəmistan hər gün deyirdi ki, bugün, belə də, avqust-sentyabr aylarında 92-nin. Bugün, sabah, mən elə fikirləşirəm ki, bugün olmasa da sabah qələbə də xəbərini verəcəm, müjdəsini verəcəm. Yəni, elə arxayınçılıq, elə inam var idi insanlarda da, ölkədə də. Elə bir vaxtda buraxılmışdılar ki, 3 ay. Gedirsiniz 3 aya, indi Allah rəhmət eləyən, rəhmət eləsin, indi kim qalır, azad olursunuz. Bunlar da gəlmişdilər. Ümumi götürəndə pis döyüşmürdülər. Yenə deyirəm, çünki uğur eləmək üçün də ürək lazımdır da. Bir müəyyən cəsarət lazımdır, bir ağıl işlətmək lazımdır. Adam öldürmək üçün sembol. Yəni, bunlar daha cəsarətli insanlar idi, çoxu içində. Amma içində əclafları da var idi ki, nə bilim, qadının sumkasını əlindən qopardı, trolleybusda gedəndə arxadan qadının sumkasını qopardı, apteki gedib soyub, uşaq bağçasını soyub, oğurluq eləyib. Pis baxırdınız da siz də onlara? Onlara mən yox, onlar pis baxırdı. Bir-birlərinə. Bax, mən hətta bir də görsəm deyirdilər ki, bax, onlara bir axmaq adla çağırırlar ki, gəlsinlər, bizi şənləndirsinlər. Mən baxırdım, onlar bir-birini alqana qəriq eləyir, dalaşırlar. Deyirdim ki, mübariz, Zobik var idi, onların içində Zobik hansı? Olim var idi. Zobik gəncə, Olim avtoritetlər. Mən də deyirdim, mən deyirəm, siz bundan nə kif alırsınız? Nə ləzzət alırsınız, yaxı siz? Bax, onlar bir-birini alqana qərq eləyir. Mənə qayıdır, indi hansısa verir. Bax, indi tam yadımda qalmır, hansı deyir. Komandir, bax, bütün günü bizi deyirsən, ged ora, ged bura, 10 nəfər ora, 15 nəfər bura. Nə bilim, gedin, ağac qırın, meşədən bunları gətirin, səngərin qırağına düzürün. Bunu belə eləyin, onu elə eləyin. Bir nəfər sənə yox deyir. Bax, hamımızda demək olar ki, səndən yaşlıdır. Bir nəfər sənə yox deyir. Onların neçə yaşı vardı? Onların içində bir 25-30 nəfər var idi ki, məndən kiçik idi. Qalan bir 500-dən çox adam məndən böyük idi. Sizin onda 30 yaşınız vardı? Hə. Qalanda 45-50 yaşı vardı. Ən azından 35, 40, 45, 50-dən də çox olanlar var. Buyurun. Deyir ki, bax, səndən də yaşlıyıq, bizə hara göndərirsən, fas deyirsən, biz də o işləri eləyirik. Bir narazılığım var, deyirəm, yox. İndi belə, lomk eləmədə komandir. Qoy, biraz, bu da bizim istirahətimizdir. Lomk eləmədə komandir. Bax, belə. Bax, bir-birini eləsinə. Onlara pis münasibət. Orada qanunlar, amma demirəm, bax,
həmin o qanunlara görə, onların içində məsələn mübariz mən indi 6 nəfər axran təyin edir. Mən də deyirəm ki, mən axran zad lazımdır. Mən prezidentəm, nəyəm mən axran təyin edirsən? Mübariz də orada döyüşürdü. Hə? Mübariz də orada döyüşürdü. Hə, mübariz ən bərk gedən ağsaqqal idi. Ha, o da İskəndər Həmidov onları Ha da onları buraxmışdı, o buraxılanların içində idi. Bəli. Hə. Deməli, o belə tərs baxanda şalvarını batırırdı çoxu. Bax, mübariz tərs baxanda baxırdın ki, cüssə, bədən, boy, nə boyda, amma şalvarlarını batırırdı tərs baxanda. İndi, bax, o 6 nəfərdən deyirəm, mənə lazım deyil, mübariz, bu nədir beləsinə? Mən nəyəm bəyəm, mən 6 nəfər deyib, bunların içində eləsi var ki, iminlə səni öldürmək istəyirlər ki, sabah da deyərlər ki, biz o batalyonda necə döyüşə bilərdik ki, kombatı vururlar özləri. Sizi orada öldürmək istəyirlər. Hə, də bu deyir də, deyir ki, elələri var. Yəni, bu adamların, bu türemşiklərin içində elələri var ki, hətta sizi öldürə bilərlər, sonra desinlər ki, bu kombatı belə öldürdülər, bu batalyonda necə qalmaq olar? Bir dağılsınlar, yəni, bundan istifadə edeyim. Dağılmaz. Dağılsınlar. Ona görə... Onlar türmədən birbaşa ora göndərilmişdi, yoxsa ailələri ilə görüşüb sonra ora göndərilmişdi? Məncə birbaşa. Bax, dəqiq onu deyənmərəm. Dəqiq deyə bilmərəm onları. Məncə birbaşa. İndi yadımda qalmayıb. Yəqin ki, o vaxtda elə soruşmuşdum ailənizi zaten. Sağ qalanlar varsa efirə dəvət edirəm, orada döyüşərlər. Hə, çox olmalıdır. Deməli, nə deyirdim? Deyirsiniz ki, bəs 6 nəfər bax, o 6 nəfərdən biri də mənə məktəbdə rəsmdən dərs deyən Xankərəm müəllimi idi. Sizin müəllimiz? Mənim müəllimim o 6 nəfərdən biri mən mühafizə təyin. Görürsünüz dostlar, baxın, komandirin müəllimi döyüş bölgəsində Dustaq çubuğunun tabeçiliyinə verilir və komandirə təklif edilir ki, mühafizə. İndi danışın. Rəsm xət müəllimi. Hörmətli izləyicilər, çox xahiş edirəm, bəyənin, paylaşın, kanala abunə olun. Görürsünüzmü nə gözəl və belə bir verişlər hardasa dinləyirsinizmi? Dinləmisinizmi? Varmı? Bax, dəvət edirəm, buyurun. Harda yatmağım belə mübariz şey eləyirdi ki, burada qalasın. Mübariz. O şey eləyirdi. Onlar məsələn şey eləyirdilər. Mübariz yanındakı bir üç adam. Mən məsələn bir dəfə deyirəm, mən bu kənddə qalacam. Siz o rəsm müəllimlə danışmalısınız, müəlliminiz. Danışacam. Deyirəm, bax, mən burada bu kənddə qalacam. Getmirəm. Dedi ki, yox, orada sənə yer hazırlatdırıblar, sən bu gecə burada qalmalısın. Yeriniz adı, mən dəyişirlər, bilinməsin, nə bilmə, sən deyirəm, dedikləri kimi indi öldürmək istəyənlər də var, bir qrup. Dedim, mən inanmıram ki, kimsə mənə, mən kimə nə edirəm ki, mən inanmıram ki, kimsə mənə nəsə. Deyir, yox, ola bilməz, nəsə, hər ehtimala qarşı. Dedim, yox, mən getmirəm, mən bu kənddə qalacam, bu gecə. Demirəm, 3 kənddə yerləşirlər, bu kənddə qalacam. Bax, bu rəsm müəllim, Xankərəm müəllim. Bu hansı hərbi hissədə idi? 701 yoxsa? 701-in tərkibində, onda... Hərbi hissə komandirinin maviniydiniz orada? Yox, onda elə bilirsiniz, o vaxtı 92-nin, yadımda gəlmir, o əmr nə vaxt çıxdı? 701 briqadaydı, hərbi hissə. 701-in tərkibində olan taburlar, yəni batalyonlar, hamısı ayrı-ayrı hərbi hissələr gedirdi. Ayrı-ayrı hərbi hissə gedirdi onlar. 700, mən elə bil 714 saylı hərbi hissə idi. Onun komandiri idim. Tabur hərbi hissə gedirdi. Sonralar getdi ki, bu birinci tabur, ikinci tabur, üçüncü tabur hərbi hissə sayılmadı. Elə bil onu ləğv edəndə. Tabur da 900 nəfərə yaxın idi o hərbi hissə sayılanda. Türkiyə ştatında. Aydın. Türkiyədəki kimi. Türkiyədə briqadanın tərkibində taburlar böyükdür. 900 nəfərdir. Neçə tabur olur Türkiyədə briqadanın tərkibində? 6. Aydın. İndi əsas o məsələ yayınmayaq o fikrimizə. Bax, o rəsm müəllimi mənim qabağımda diz çöktü ki, mübariz bilsə ki, sən bu kənddə yatdın, mən deyən yerə getmədin də. O dediyi yerə getmədik. Mənim nəslimi kəsər. Qabağımda müəllimim, məndən biri 15-20 yaş böyük olan adam qabağımda diz çöktü. Yəni, mübariz onda çox ciddi. Avtoritet idi də. Orada avtoritet idi, demirəm. Mübariz. Haqqında maraqlanar, hardandır o? Hansı rayondan? Mən bilmirəm, o axır Qazax
Mübariz. O yerləri tanıyan varmı o şəxsi? Mübariz sağmı yoxsa o sağ yerlərin yox, sağ deyil. Sağdır. Dedim mi? Aydındır. O mübariz. Ha. Əziz dostlar, dəyərli tamaşaçılar, görürsünüz də maraqlı mövzular gedir. Xahiş eləm, kanala abunə olun, bəyənin, paylaşın. Belə bir kanal bir də rastınıza çıxmaz. Və çox maraqlı mövzular gəlir dostlar. Hocaz dağı ilə bağlı komandirin çox mükəmməl danışığı var. Hocazlaq əməliyyatı ilə bağlı. Davam edək. Dustaqlarla bağlı. Dustaqlarla bağlı onlar 3 ay qaldılar. 3 aydan sonra gördülər ki, qələbə də gəlmədi. Avtomatda silahlarını atdılar, dağılışdılar evlərdə. Aydındır. İndi onlardan kimləri tutdular, təzədən həbs elədilər, kimləri buraxdılar da onu mən dəqiq bilmirəm də. Əla. Demək ki, sizə 5 dəqiqədən sonra bir sual verəcəm. İcazə verirsiniz 5 dəqiqədə mən danışım. Və əsgərlərə burada müraciət edirəm. Əziz əsgərlər, hörmətli 701 saylı briqadanın döyüşçüləri. Bax, burada tamaşaçılarımız var. Qismət bəy, Bəxtiyar bəy. Mən baxıram, rəylərinizi buradan oxuyuram. Xahiş edirəm, hamınız bir yerə toparlanın. Yaxın günlərdə, indi vaxtı dəqiq deyə bilmirəm. Hər halda 20-sindən sonra olacaq. Bilmirəm, bəlkə sabah da ola bilər, nə vaxt ola bilər. Onsuz indi internet əsridir. Hər halda sizə zəng edəcəm. Əskərləri də qoşacam efirə. Əskərlərin də döyüş əməliyyatları ilə bağlı danışacaq və mənə çoxlu zəylər gəlir, əziz dostlar. Bax, dünən inanın səhərə qədər beynimdən çıxmayıb. Bir yaşlı ağsaqqal zəy vurubdu. Oğlunun şəklini buradan efirdən vermişdim. Adam xəstədir, yataqdadır, elə oğul deyir. Məmmədov Cəbrail, şəhid atası, Məmmədov Cəbrail. Dünənləri zəng vurubdur dostlar. Oğlu ilə bağlı. Bax, bu əməliyyatların necə məsuliyyətsiz olaraq keçirilməsi üçün tapşırıq verənlər bu gün onu fikirləşmir ki, 80-90 yaşlı ata, ana hələ də o vaxt itirdiyi övladının ya ölüsündən xəbər tutmaq istəyir, ya dirisindən xəbər tutmaq istəyir. Bunu duya bilmirlər. Ona görə də mən həmin əsgərlərdən də xahiş edirəm. O zaman sizin yanınızda döyüşən, vuruşan, itkin düşən əsgərlərin tapılması ilə bağlı bizə və redaksiyamıza, efirimizə zəy vuran valideynlərin suallarına cavab verməkdən ötürü əlbəttə əgər tanıyırsınız, yəni yalan olmasın. Təkrar edirəm, dünən Rusiyadan bizə zəy vuran Gəncədə anadan olmuş və Gəncədə hərbi xidmətdə olan bir şəxs, Eldəniz adlı keçmiş əsgər deyir ki, 4 əsgəri orada biz donvurma nəticəsində həyatını itirən əsgəri Gəncə şəhərində dəfn etmişik və qohumlarını tapa bilmədik. İndi mən onu elan edəcəm. Əziz dostlar, bu bir xəbərdir, bir onu dəqiqləşdirmək lazımdır. Orada hansı məsciddə yoyulub, onu da deyəcək və o əsgərlər çıxacaq efirə. Mən buradan sizə elan edirəm. 230 saylı hərbi hissə olubdur o vaxt Gəncədə, hospital. Yəni, o hərbi hissədə xidmət edən əsgərlər, o Murovdağda əməliyyat zamanı şəhid olmuş hərbi qulluqçularımızın ad və soy adı, siyahılar, hətta bəzilərində şəkillər var. Varmı? Çox xahiş edirəm, varsa bizim efirə təqdim edin. Təqdim edin onu. Və əziz dostlar, dəyərli tamaşaçılar, yenə sual verirəm hörmətli polkovnik və